Dostlar, hər kəs salamlayıram və bu gün sizə biz istehsal etdiyimiz, sifarişlə istehsal etdiyimiz məhsulu göstərmək istəyirəm. Bu ev üçün olan məhsuldur, mod deyirlər buna, yəni şvabra, loğu dildə desək. Müştərilərin məhsullarını göstərmirəm. Ümumiyyətlə, məndə istehsal olunan, məndə sifariş verilən şeylər konfidensial saxlayıram. Amma bəzi müştərilər var ki, narahat deyil məhsullarını göstərsəm. Şəxsən bu məhsulun sahibi, çünki private label olduğuna görə, yəni öz məhsuludur, öz brendidir, narahat deyil. Ona görə dedi ki, problem yoxdur, bunu göstərə bilərsən. Hətta bu məhsul Rusiyaya gedir, Azərbaycana deyil. Və orada necə deyərlər, razılığın, halallığını almışam və sizə bunu göstərmək istəyirəm. Nə lazım olsa, biz bu şəkildə də istehsal edirik. Private label, istər Amazona, istər Wildberries-ə, istər yəni Trendyol-a, hara olursa olsun, biz bu tip məhsulları özəl olaraq zavoddan sifariş edirik, qablaşdırması ilə, hər şeyinə bir yerdə. Şərtlər var təbii ki, onları sizə mən deyərəm. İş prinsipimiz rəsmidir, yəni rəsmi də işləyə bilirik, həmçinin müqavilə şəklində, invoice şəklində rəsmi də göndəririk. Bizim şirkətdə istənilən xidmət var, B2B. Sadəcə olaraq şərtlər bir-birimizi görürsə, problem yoxdur. Nəysə, gəlin keçək bunun raspakovkasına necə deyərlər, yəni açıq göstərək buradan içində nə var, nə yox. Mən bundan öncə sizə göstərmişdim onu ki, mən göndərmişəm onu Rusiyaya, yadınızdadır. Baxmayanlar baxsın. O vaxtı bunun şeyi idi, sadə variantı idi. Ondan sonra yaxşı satış edib, özəl olaraq sifariş elədi. Görürsünüz, o belə əskidir, amma fərqlidir. Belə biraz kobuddur. Və belə bir şey var. Bu da biraz yumuşaqdır. Bax, 2 dənə əskidir. Komplektdən də daxildir. Budur. Başlıq deyək buna. Sonra bunun boruları da onlar birləşir. İndi sizin üçün birləşdirəcəm onu. Və mopun özüdür. Görürsünüz, loqolu. Bu şəkildə. İndi mən onu birləşdirim. Görürsünüz. Uzunluğu da yaxşıdır. Logosun bura vurdu. Burada da logo var. Görürsünüz. Bu tam özəl bir məhsuldur, özəl bir sifarişdir. Burada da şirkətin adını yazıb, görürsünüz. Sonra qutunun üzərində də şirkətləri var. This mop is better. Yəni, bu daha yaxşıdır deyə. İstehsalçı və ithalçı bunlar olmalıdır, çünki bu rəsmi göndəriləcək Rusiyaya. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu məhsul keyfiyyətlidir. Son zamanlar çox populyar məhsuldur bu. Çox təkliflər var və hər cür keyfiyyəti var. Müştəri özəl olaraq bu məhsulu keyfiyyətli olmağını istəmişdi və qiymət məsələsini təbii ki, önəmli idi, amma keyfiyyət də qiymətin üst-üstə gəlməsi məcbur idi və biz bunu gətirdik, üst-üstə gətirdik. Bu məhsulun sifarişi ən azı 5000 ədəd olmalıdır ki, sizə görə bunun hamısını eləsinə və qiymət çox gözəl bir şey çıxsın. Qiymət də $5,5. Yəni xəbəriniz olsun. Bugünkü günün kursu ilə bu yazılı, qutulu, özəl olaraq hamısı bir yerdə $5,5. Bundan öncə göndərdiyimiz məhsulda müştəri biraz narazı idi ki, belə qıraqdan plastik qırıqlar, belə kalıbdan qalan qırıqlar var burada. Adam barmağına, əlinə ilişir və ümumiyyətlə ağırlığı, məhsul keyfiyyətlidir. Sağ olun, sağlıqla qalın. İnanıram ki, bəyəndiniz.